Salam əziz Rofum sevərlər və futbol həvəskarları. İndi isə Rofum U10 və Step U10'un yoldaşlıq oyununa start verilir. Və Abbasdan Məhəmməddən Ardaya, Ardadan Abbasa Step komandası hücuma keçmək istəyir. Tamerlan topu əldə edir. Müdafiəçi ondan topu alır və Rəsuldan Riyad gecikir və müəllim ona iradını bildirir. Out. Rofum. Tamerlan. Out. Yeniden Rofum. Oyna ara istemiyorum dostum, ara istemem. Uzun ötürmə və qapçı yerindədir. Asıl qabağa. Kərimli var. Qapçıdan uzun ötürmə və Step komandasının hücumu yıkılma. davam eləmək istəyir, amma Abbasdan Arda Step komandası yenidən hücuma hazırlaşır. Məhəmməd ona imkan vermir və top out'a çıxır. Out Rofum. Məhəmməddən Abbasa, Abbasdan Tamerlan ayağını tutmasa da top o müdafiəsi ilə mücadilə eləməklə top əldə eləyə bilmir və out Rofum. Riyaddan Tamerlandan uzun ötürmə, Arda istiqamətdə, amma müdafiəçilər yerindədir. Top Məhəmmədə gəlir. Məhəmməddən uzun ötürmə, Arda ayaqlarının arasından topu out'a göndərir. Step komandası out atacaq. Və top qapçıda. Step komandası yeni hücuma hazırlaşırlar. Və out. Oyuncuya bak. Həmzə sık Kur'an gəmə. Rofum komandası hücumu düzgün qoşa bilmir və bundan Step komandası istifadə edir. Amma zərbə dəqiq alınmır. Qapçımız Rəsuldan müdafiəçi başla saxlayır və Abbas ona qarşılıq verir. Ayağını yaxşı qoy topa. Tamerlan Abbasa maneçilik törətdir və Step komandası yeni hücuma hazırlaşır, amma Arda və Tamerlan onların hücumun qarşısını alır və avta gol. Yaxşı Ömer, eşk olmaz. Hesab 1-0. Başla. Həmzə. Rofum komandasının xeyrinədir. Kərimli, gəl sən başla. Yavan çəkil. Kərimli Ömer'e başla. Və Step komandasının hücumu, amma top qapıdan kənara çıxır. Qapçı oyuna başlayır. Riyaddan uzun ötürmə, Tamerlandan Ardaya. Arda'nın zərbəsi qapçı yerində qayıdan topa Tamerlan, amma qapçı yerindədir. Və Step komandası hücuma hazırlaşır, amma Abbas onlara bir şaçılıq edir. Və Step komandası yenidən hücuma hazırlaşır, hücumu qururlar, amma Riyad yenidən uzun ötürmə, amma Məhəmməd Step komandası qayıdan topa və gol. Hesab 1-1 bərabərlik sürür. Və öz sevincini ekranlara göstərir. Rofum komandası mərkəzdən başlayır və Məhəmməddən Arda istiqamətinə, Ardadan ötürmə Tamerlan ötürür Arda istiqamətinə, amma Arda topa çata bilmir. Out. Step komandası qapıya göndərirlər, qapıdan birbaşa zərbə və top qapıdan kənara çıxır. Qapıdan zərbə. Qapıdan zərbə ilə Rəsul oyuna başlayır və Riyaddan
Məhəmməd istiqamətini ötürmə. Məhəmməddən Arda, Ardadan Abbas özü irəliləmək istəyir. İki nəfərdən sıyrılır, Ardaya istiqamətinə, Ardadan ortaya, amma ortada Abbas yox idi. Riyaddan möhtəşəm zərbə, amma qapıdan çox aralı keçirdi. Qapıdan zərbə ilə oyuna başlayır Step komandası və yeni hücum qurmağa çalışırlar, amma Abbas hücumun qarşısını alır və zərbəsi qapıcıdan gözəl jest və küçdən zərbə. Tamerlandan uzun Arda istiqamətlə, amma Ardanın boyu o qədər değildi. Step komandası yenidən hücuma hazırlaşır və Abbas Ardadan başla. Abbasdan Tamerlan istiqamətinə. Tamerlan out qazandırır. Rofumdan Məhəmməd görmür. Hücumçunu görmür. Hücumçu tək başına iki nəfərin arasından, amma Abbas müdafiəyə qayıdır və Məhəmməddən Rəsul istiqamətinə ötürmə. Riyad qapıda çox pis oynayır Məhəmməddən Abbas istiqamətinə, amma Step'in hücumçuları hücum qururlar, amma top qapıdan yan keçir. Nəzərinizə çatdırım ki, oyunun 7-ci dəqiqəsidir və oyunda bərabərlik sürür və Step komandasının hücumu, amma qapıcı yerindədir. Küncdən zərbə. Küncdən zərbə ilə Step komandası zərbəni yerinə yetirir və top out'a çıxır. Və Tamerlandan Abbas topa çata bilməsə də Riyad topu out'a göndərir. Out Step komandası. Step komandasının oyuncusu hücumu qururlar və Ardadan Tamerlandan Abbas istiqamətinə gəlişinə, amma müdafiəçi yerindədir. Yenidən out və Məhəmməddən uzun ötürmə. Tamerlan topu başından qaldırır və Arda istiqamətinə, Ardadan akrobatik hərəkət alınmır. Abbasdan zərbə, amma top qapıdan yan keçir. Abbas yere sıkıldı. Və Step komandası yeni hücum qurur. Abbasdan ötürmə Tamerlan istiqamətinə, amma orada iki müdafiəçi topun gəlişinin qarşısını alır. Məhəmməd out başlayacaq. Məhəmməddən Tamerlan istiqamətinə. Tamerlan silə saxlayır. Sol ayağına çəkir, amma müdafiəçi ona imkan vermir. Müdafiəçilər yeni hücum qurmaq istəyir, amma yenidən top Tamerlana gəlir. Tamerlandan uzun ötürmə Arda. Xeyr, bu Həsəndir. Həsən istiqamətinə, amma müdafiəçilərin onu keçməyə icazə vermir Tamerlan. Və Həsən və Abbasdan Həsəndən Abbas, yenidən Həsən. Məhəmməd outların qənimi. Məhəmməd hər tərəfə baxır və Abbasa göndərir. Abbasdan ötürmə, amma müdafiəçi onu imkan vermir. Abbas və Step komandası baskı uyğulayır, amma Həsən Məhəmməddən Riyad istiqamətinə və Step komandası bu çaşqınlıqdan istifadə eləmək istədi, amma müdafiəçilər onlara imkan vermədi. Küncdən zərbə. Step komandası küncdən zərbə ilə oyuna başlayır. Və Ömərdən geri ötürmə və Step komandasının hücumu davam edir, amma dirək
onun qol olmağına imkan vermir. Qapıdan zərbə ilə oyuna başlayırlar. Riyaddan Məhəmməddən uzun ötürmə. Step komandasının oyuncuları topu əldə edir. Yenidən hücum qururlar. Çox gözəl ötürmələrlə, amma Abbas onlara imkan vermir. Abbasdan Tamerlan alabilirmi? Riyaddan uzun ötürmə. Həsən və bir müdafiəçi ilə təkbətək qalsa da Tamerlan və Riyad imkan vermir. Out. Rofum komandası out başlayır və Riyad. Yenidən Riyad Abbasdan ötürmə alınmır 3 nəfərin arasından, amma Həsən istiqamətində top gedir. Amma Step komandasının oyuncuları çox gözəl oyun qururlar. Hücuma Abbas maneçilik törədir. Və 2-3-dən zərbə. 3-dən zərbəni ötürür və qapçımız yerindədir, amma Abbasdan Həsən istiqamətinə. Həsən topa çata bilir. Uzun ötürmək istəyir, amma müdafiəçilər onun qarşısını alır. Və kimdir? Tuncay oyuna daxil olub. Abbasdan Step'in yenidən out qazanır Step komandası. Step komandası out'a başlayır, amma zərbə və müdafiəçilərimiz zərbənin qol olmağına imkan vermirlər, amma ötürmə və Məhəmməd və Rəsul orada çox pis oyun nümayiş elətdirirlər. Amma o səhvlərini düzəldəcəklər mi? Görəsən Abbasdan Riyaddan Həsən başla topu ram edir və qapçı ilə təkbətək. Amma qapçı öz cüssəsi ilə onu Tuncaydan Məhəmməddən Həsəndən zərbə alınmır, amma Həsən yenilmək bilmir və Tuncay Riyaddan möhtəşəm zərbə, amma top qapıdan yan keçir. Qapıdan zərbə və Abbasdan Riyaddan Abbasdan Riyaddan Məhəmməd Abbasdan uzun ötürmə olacaqmı və müdafiəçilər imkan vermir. Step komandası yeni hücuma başlamaq istəyir, amma Həsəndən ötürmə Tuncay istiqamətində, amma topa çata bilmir Tuncay və Abbas geriyə qayıdacaqmı? Və zərbəni top qapıdan kənara çıxır. Zərbə və out və su fasiləsi verilir və su fasiləsindən geri dönürlər. Out başlayır Rofum komandası. Riyaddan Tuncay istiqamətində, Tuncaydan yenidən Riyaddan Məhəmməddən uzun ötürmə Həsən istiqamətində, amma Həsənin ayağına top çatmır. Qapçı topu ram edir və Həsən və müdafiəçi arasında və cərimə zərbəsi təyin olunur. Step komandası cərimə yerinə yetirir və qapçıdan uzun ötürmə Abbasdan keçir top. Step komandası yeni hücum qurur və çox gözəl və zərbə, amma qapıdan yan keçir top və qapıdan zərbə ilə başlayırlar. Riyaddan Məhəmməddən uzun ötürmə Həsən istiqamətinə, amma out'a çıxır top. Step komandası out'dan oyuna başlayır.
Step komandası yeni hücum qurmaq istəyir. Həsən onlara maçı törədir. Tuncaydan yenidən Həsən ötürmə. Həsəndən ortaya ötürmə. Tuncay ayaqlarını tutmur top ama. Çox gözəl zərbə vura bilərdi amma Həsəndən Tuncay istiqamətində. Tuncay topa çatır. Tuncaydan Abbas istiqamətinə. Abbasdan Həsən amma qapçıdan gözəl hərəkət və küncdən zərbə. Nəzərinizə çatdırım ki, oyunun oynanılan vaxtı 16-cı dəqiqəsi gedir və hesabımız 1-1'dir. Abbas'a ötürmə, Abbas'dan başla ama top qapıdan kənara çıxır. Qapçı topu qapıdan zərbə ilə başlayır. Uzun ötürmə və Məhəmməddən topu sanki hücumçuya haram edib verir və hücumçu bu səhvi bağışlamır. Və hesab 2-1. Step komandasının xeyrinə olur. Abbas'dan Məhəmməd istiqamətinə. Məhəmməddən Həsən. Həsəndən alır Step komandasının oyuncuları və çox gözəl oyun nümayiş etdirirlər. Və Həsən zərbə və Abbas başla ram edir və Tuncaydan Həsən. Tuncay topa çata bilmir. Out. Step komandası out'a başlayır və Tuncay qalxır ayağa və Step komandasının zərbəsi ötürmə kimi alınır amma Riyad müdafiədədir. Tuncaydan Həsəndən Tamerlandan uzun ötürmə Tuncay istiqamətinə. Qapçı ilə təkbətək qala bilmir. Həsən qapçıdan almaq istəyir amma alınmır. Step komandası çox gözəl ötürmələrlə və Tamerlan ona imkan vermir. Və Rəsul. Bu səhvi də hücumçu ona bağışlamır və hesab 3-1 Step komandasının xeyrinə olur. Və Tamerlandan Məhəmməd yenidən Step komandasına verir topu ama Step komandası bir dəqiqədə 2 gol və 4-cü qolu öz dublunu edir Step komandasının oyuncusu və komandasının 4-cü qolunu vurur. Tamerlan Riyad istiqamətinə. Riyad Riyaddan Tuncay'a alınmır. Out. Step komandası çox gözəl paslaşmalarla gedirlər. Həsən onların qarşısını alır amma out'a göndərir topu və Məhəmməd Tamerlandan uzun Həsənə doğru uzun ötürmə, daha doğrusu uzun Həsənə doğru ötürmə deyəcəkdim amma Tamerlan ötürür və zərbəsi qapçı yerindədir. Qapçıdan uzun ötürmə və Riyad yenidən topu saxlaya bilmir və qapçımız geriyə verir. Riyad yenidən tək Həsəndən out. Rafı out'a başlayacaq Məhəmməddən. Riyad istiqamətinə vermək istəyir Məhəmməd amma top buraya da çatmır. Tuncay öz cüssəsi ilə ram edir amma Tamerlandan uzun ötürmə amma top Tuncay'a çata bilmir. Və out Rafım komandası Tamerlandan uzun ötürmə Həsən istiqamətinə. Geriyə qaydan top Tamerlanın zərbəsi. Qapçı ram edir topu və qapçıdan uzun ötürmə. Birbaşa hücumçuya doğru amma Rəsul bu dəfə ayıq-sayıq olur. Və topu qapıdan kənara çıxardır. Küncdən zərbə ilə Step komandası birbaşa qapıya vurur amma top qapıda kənara çıxır. Qapıdan zərbə ilə başlayırlar və Tamerlan ötürür Riyad.
Riyada qarşı daxilə və cərmə zərbəsi təyin olunur. Cərmə zərbəsini Riyad ötürmə edir Abbasa. Abbasdan Arda topa çata bilmir. Tamerlan Ardanı görür. Nihat da var idi. Qapçı. Qapçıdan zərbə. Kim götürəcək topu və Step komandasının oyuncuları və Tamerlan istiqamətindən Nihatdan ötürmə, amma Tamerlan topun üstünə tullanır. Və qapçı yerindədir. Rəsuldan uzun ötürmə olur yenidən. Step komandasının oyuncuları çox gözəl oyunu ram edirlər. Abbas başla geriyə doğru ötürmə edir. Top gücdən zərbəyə gedir. Abbasdan müdafiə hərəkəti, gözəl bir zərbə Step komandasından. Tamerlan topu əldə edir, amma Tamerlan Nihata yox, Ardaya vermək istədi. Qapıdan zərbə ilə oyuna başlayırıq. Rəfim komandası Riyad. Tamerlan ötürmə edir. Önünə atır topu və müdafiəçilər təhlükəni sovuşdururlar. Qapçıdan uzun zərbə və Riyad. Out Rəfim. Dəydi, ona dəydi ürək. Hə. Ayaqlı yıxda bala, ayaqlı yıxardı. Rəfim komandası alta başlayır və Step komandası çox gözəl jestlərlə hücuma keçmək istəyirlər və yenidən out Rəfim. Tamerlan iki nəfərin arasından sıyrılır, sürət yığır, Ardanı görür, amma müdafiəçilər topu qoymurlar. Ardaya getməyə, Nihat topla getmək istəyir. Müdafiəçi onun qarşısını alır. Nihat, sən topa bax, oyunçunu dartma. Ömər top istəmər var. Ömər. Step komandası out'a başlayır. Və Arda'dan Tamerlan istiqamətləmi ötürmə, amma top out'a çıxır. Abbasdan Tamerlan istiqamətinə yenidən out Rəfim. Tamerlana zərbə və həmişə ki Tamerlanın hər zamanki qollarından və onların sevinci belə olur. Və Tamerlanın öz sevinci. Hesab 4-2 Step komandasının xeyrinədir. Nəzərdə çatdırım ki 23-cü dəqiqədir və qapıya doğru zərbə. Rəsul özünü yerə atır və topu xilas edir. Orada Tamerlandan uzun ötürmə Arda istiqamətinə. Müdafiəçilər qapıya doğru göndərirlər. Qapçıdan birbaşa zərbə və Abbas topu ram etmək istəyir, amma top alta çıxır. Step komandası altla başlamaq istəyir. Tamerlan qapçı ilə təkbətək və 3-cü gol. Hesab 4-3 Step komandasının xeyrinə. Rəfimin oyuncuları Tamerlan deyə qışqırırlar. Hesab arasındakı fərq 1-ə enir və birbaşa qapıya zərbə. Top qapıdan kənara çıxır. Qapçımız oyuna başlayır. Tamerlan özü irəliyir. Nihat qaçacaqmı qabağa? Nihat. Out Step komandası. Geriyə qaydırlar, təhlükəni sovuşdururlar. Və
Hafta gol. Bu gol niyəsə onların məyusluğundan, bir-birini anlamamağından bərabərlik golu gəlir və hesab 4-4 olur. Və yenidən mərkəzdən başlayırlar. Arda, xeyr, qapıya doğru zərbə. Riyaddan Nihat. Nihat irəliləyir. Tamerlandan Nihata. Çox gözəl ötürmə. Nihat irəliləyəcək. Və Nihat topu alırmı? Nihat qapçı ilə tək qalsa da müdafiəçi ona imkan vermir topa toxunmağa. Tamerlan topu ram etmək istəyir, amma Step komandasının oyuncuları hücum qururlar, amma Nihat onlara imkan vermir. Arda istiqamətini ötürmə, Arda topa çata bilmir. Out Step komandası. Nəzərinizə çatdırım ki, oyunun oynanılan 25-ci dəqiqəsidir və hesab 4-4 bərabərlik sürür. Və Tamerlandan iki nəfərin arasında qalır. Və onlar topu əldə edirlər. Step komandası zərbə vurur və 5-ci gol. 5-ci gol və çox gözəl golla bir xal önə keçir Step komandası və mərkəzdən Tamerlan oyuna başlayır. Arda'nın uzun istiqaməti, amma zərbəsi, amma top qapıdan kənara çıxır. Qapçı qapıdan zərbə ilə oyuna başlayır və Riyad zərbəsi və qapıdan azacıq fərq ilə kənara çıxır. Qapıdan zərbə ilə oyuna Rəsul başlayır. Rəsuldan Tamerlandan ötürmə və qapçı yerindədir. Qapçıdan uzun ötürmə. Step komandasının hücumu və küçdən zərbə qazandırır. Step komandası küçdən zərbəyə başlayırlar. Başla zərbə, amma top qapıdan aralı keçir. Qapıdan zərbə ilə Riyaddan Nihatdan yenidən Riyad. Xeyr, Rəsulun yenidən səhvi, amma bu dəfə müdafiəçilər zərbəsi dəqiq alınmır. Və Rəsul yenidən səhv edir, amma bu dəfə hücumçular onu bağışlamır. Və hesab 6-4 Step komandasının xeyrinədir. Səhvlər hər zaman bağışlanmır. Tamerlandan Abbas istiqamətini Abbasdan uzun istiqamət ötürmə, amma və ikinci fasiləyə yollanırlar komandalarımız və hesab nəzərinizə çatdırım ki, 6-4 Step komandasının xeyrinədir. Və su fasiləsindən geriyə dönürlər. Nəzərinizə çatdırım ki, Step komandası oyuna başlayır. Qapıya ilə zərbə ilə, amma Abbas başla ram edir topu. Step komandası yeni hücum qurmaq istəyir, amma ayağı topa sürüşür. Arda iki nəfərin arasından Tamerlan. Yıxılırsan, ver də sağda pas. Ömər. Türmə və qapçı oyuna başlayır. Nəzərinizə çatdırım ki, hesab 6-4 Step komandasının xeyrinədir. Məhəmməddən Ardaya, Ardadan Tamerlan istiqamətlə, amma müdafiəçi topu ram edir. Həsən qapçı ilə təkbətək qalır və qapıdan zərbə. Qapçı qapıdan zərbə ilə oyuna başlayır və Tamerlandan top keçir, amma Step komandasının 3 dənə hücumçusu hücum qurmaq istəyir. Abbas onların qarşısını alır. Ardadan müdafiəçi topu əldə edir və Abbas
Niyəsə topu ram edə bilmir və gözəl ötürmə və gol. Hesab 7-4. Çox gözəl oyun nümayiş etdirirlər Step komandası. Mərkəzdən oyuna başlayırlar. Abbas topu ləngidir və Məhəmməddən uzun ötürmə top Step komandasına dəyib out'a çıxır. Out Rofum komandası. Rofum komandasının out'dan başlamaq istəyirlər Məhəmməd. Step komandasını ötürür və zərbə top qapıdan azacıq fərqlə yan keçir. Qapçımız ise Yusif'dir. Abbas artık ikinci səhvi və ikinci golü. Abbas Akşinoğlu nəsə bugün yuxudan yəqin tez qalxır. Və hesab 8-4. Biz Step komandasını təbrik edirik. Top fərqi 4'e inir və Abbas dediklərimdən təsirlənir və ayrılmış kim edir? Həsən. Senden Abbas bizde. Rofum komandası out'a başlayır. Tamerlan mı? Arda mı? Tamerlan müdafiəçinin üstüne doğru hərəkət etmək istəyir ama Məhəmməd yıxılır və yerdə qalır. O səsə düşür. Ardadan Tamerlan təkbətəkə məğlub olur və Step komandasının zərbəsi ama qapçı yerindədir. Tamerlana doğru ama Tamerlana çatmır top. Zərbə yenidən və Məhəmməddən Ardaya ama Ardaya top çatmır Step komandası. Yeniden hücum qururlar. Zərbə ama qapçı yerindədir. Qapçıdan yeniden uzun ötürmə. Həsən istiqamətinə. Həsən topu out'a çıxardır. Qapçı Saxla. Təksən. müdafiəçiyə verir və müdafiəçidən dəyişir və uzun ötürmə ama Yusif kapıdan zərbə qazandırır komandasına. 12 oynama. Yusif'ten uzun zərbə və Məhəmməddən Həsən istiqamətinə. Həsən və out. Step komandası out'tan oyuna başlayır və Tuncay kapıdan zərbə qazandırır komandasına. Kapıdan zərbəni Yusif başlayacaq. Yusif'ten Tamerlan istiqamətində qayıdan top ama top kapıdan azacıq fərqlə yan keçir. Tuncay uzun ötürmə etmək istəyir. Həsən istiqamətində. Həsən özü topa çatır ama Həsəni iki nəfərin arasında qalır və cərimə təyin olunur və cərimə zərbəsini Rəqibin andan keçdi. və cərimə zərbəsi təyin olunur. Bravo! Gəldi orada. Abbasdan Tamerlana və 9'luğa ama qapçı yerindədir. Çox gözəl ötürmə və çox gözəl qurtarış. Və cərimə köşkdən zərbə ilə Tuncay oyuna başlayır və zərbə Həsənin önünə gedir ama Koyma sözü. Tamerlandan Abbas'tan Bravo Kerem. Abbas imkan verir ama Tamerlan topu götürür. Out. Oyna. Ha indi. Aralar.
Qaralar. Yox. Qaralar başlayın, maviler. Siz başlayın. Abbas. Abbasdan Tamerlana. Tamerlan çəkir soluna və iki nəfərin arasından sıyrılır və zərbəsi. Amma Həsən topa çatmır. Just Abbasdan zərbə. Amma müdafiəsi yerindədir. Məhəmməddən Ömer özü. Xəttə qoy. Ara ver dostum. Step komandası cərmə zərbəsi təyin edir. Ha, su. Step komandası cərmə zərbəsini başladı. Ötürmə amma Fikir yaxşıdır, hala olsun. Fikir yaxşıdır. yerdən baş ilə ötürmədən top qapıdan kənara çıxır. Yusifdən uzun ötürmə Həsən. Həsən özü oynamaq istəyir. Ayağa vurma. Uşağın fikri yaxşıdır, yoxluyor. Və cərmə zərbəsi. Al Ömer bu tarafa çek. Bastı. Və Bravo, bir daha da Mehmet olsun. Oynasın Kemal. Tuncaydan Tamerlana, Xeyir Məhəmməddən zərbə. Qapçı yerində idi. Açıdan uzun ötürmə. Məhəmmədin geçən top və heç kimə dəymədən Ömer kal ortada. ulan kənara keçir və nəzərcə çatdırım ki, oyunun 36-cı dəqiqəsi və hesab 8-4 Step komandasının xeyrinədir. Step komandasının yeni hücumu, amma qapçımız yerindədir. Qapçı Hamza gel. Step komandası yenidən hücum qurmaq istəyir. Və ötürmə komanda yoldaşına doğru Həsən. Xeyr, bu Tuncaydır. Arkada zaten. Tuncaydan Məhəmməddən Həsənə doğru, amma Həsən topa çata bilmir. Tuncay və Tamerlan təkbətək 3 nəfərdirlər. Yani bilin de işte. Məhəmməddən Tamerlana, Ömer. Məhəmməddən yenidən Tuncaya, Tuncaydan Məhəmməd istiqamətnamə out. Arzu topa bak. Geldi 1-2. Və Həsən müdafiəçidən qapçıya doğru ötürmə. Məhəmməddən Tuncay out'a göndərir. Out Rofun komandası. Məhəmməddən uzun ötürmə Həsən istiqamətinə. Həsən pauzanı çox edir. Məhəmməd istiqamətinə. Məhəmməddən zərbə, amma top qapıdan kənara çıxır. Üste gitmişler Mert. O boyda qapıya vuram. Mert değilsen bir tane Mert var da. Mert. Üste gitmişsin. Ruhdan düşmə. Məhəmməd out'a göndərir. Həsəndən Tamerlandan uzun ötürmə Tuncay istiqamətinə. Qapçı ilə təkbətəkə, amma qapçı topu ram edir və göndərir Məhəmməd. Həm uzun zərbə və qapçıdan yan keçir top. Qapıdan yan keçir top. Qapçıdan zərbə ilə və Həsənin zərbəsi, amma qapçı çox möhtəşəm iş edir. Üçdən zərbə ilə birbaşa qapçıya verir Tuncay. İlgilemdeki. Və qapçıdan uzun zərbə. Həsəndən Abbasdan uzun ötürmə. Müdafiəçi qapçıya buraxır və topu və Məhəmməd zərbə, amma top qapıdan kənara çıxır.
Nəzərinizə çatdırım ki, oyunun oynanılan 40-cı dəqiqəsidir və hesab 9-8-4-dür. Tamerlanlar uzun ötürmə, Tuncaya top çatmış, Step komandası yeni hücum qurur. Step komandasının hücumu, qapçı yerindədir, qapçıdan uzun zərbə və Həsən istiqamətinə. Həsənə out. Out Rofum. Out Rofum. Tamerlandan Məhəmməd istiqamətinə. Məhəmməddən yenidən Tamerlan. Tamerlandan akrobatik hərəkət, amma top qapıdan çox aralı keçir. Qapçı qapıdan zərbə ilə oyuna başlayır. Tamerlan topu ram edir, amma Step komandasından zərbə Abbas istiqamətinə. Abbas out'a başlayır. Uzun ötürmə fikirləşir. Arzu sen haydi arkada kal. Niye kaçırsan aklı? Abbas'tan uzun ötürmə, amma Step komandasının hücumu, amma qapçı. Qapçı çox gözəl çıxarış edir. Və Step komandası yenidən hücum, amma yenə qapçı. Qapçıdan uzun ötürmə. Abbas başla, topu out'a çıxardı. Və boşluqdan istifadə edən oyuncu 9-cu qolu vurur. Çox gözəl oyun nümayiş elətdirirlər Step komandası. Komanda şəklində oyun nümayiş elətdirirlər. Və Tamerlandan Abbas. Abbasdan Tuncaydan ötürmə alınmır. Step komandası yenidən top əldə edir. Bir-birlə çox gözəl paslaşırlar və 10-cu qolu vururlar. 1 dəqiqədə 2 qol. Yenidən Rofum komandasını mərkəzə dəvət edirlər. Və onlar hətta ötürmədə onlara kömək edirlər ki, oyuna başlayırlar Tuncaydan. Tamerlandan ötürmə out başlayır Rofum komandası. Tamerlan görəcəkmi? Riyaddan Tamerlandan birbaşa qapıya, amma qapçı yəni direkdən kənara çıxır. Top out. Kazandırır Rofum komandasına. Nəzərinizə çatdırım ki, oyunun 43-cü dəqiqəsidir və hesab 14-dür. Tamerlandan gözəl fint, Nihat istiqamətinə. Nihat gözəl fint, ikinci fint və Həsəndən Tamerlan istiqamətinə. Tamerlana zərbə, amma top qapıdan yan keçir. Qapıdan zərbə ilə oyuna başlayırlar və çox gözəl uzun ötürmə Step komandasından. Step komandasının oyuncusundan gözəl zərbə, amma Riyad qarşısını alıb Tamerlan. 2 nəfərə qarşı, amma Tamerlan çox təhlükəli oynayır. Tamerlan. Və Step komandası out'a başlayır. Qapıya doğru zərbə fikirləşir birbaşa. Və top Həsənə dəyir. Və top çıxır. Yusifdən Tamerlandan uzun ötürmə Həsən istiqamətinə. 2-yə 1 qalıblar, amma Həsən tək oynamaq istəyir. Çox gözəlsən Həsən. Riyaddan möhtəşəm ötürmə Step komandasına və möhtəşəm qol. 11-4. Çox gözəlsiz uşaqlar. Tamerlandan Abbas istiqamətinə. Abbasdan Nihatdan Tamerlan mı, Nihat mı? Step komandası çox gözəl. Abbasdan Nihat.
Qapçı Nihatdan qəşəng topu saxlayırlar. Step komandası Həsənə verir. Həsən zərbə vuracaqmı? Verir Nihata. Və Step komandası yeni hücum qururlar, amma Nihat Tamerlan istiqamətinə onlar çox yaxın oynayırlar. Top qapçımız Yusifdədir və Yusifdən uzun ötürmə. Step komandasının oyuncuları və Həsən. Rəmzələri getdi girdi. Bir yanında 2 nəfər var. Ben niye geldim o değerli? Abbas xeyr, bu Riyaddır. Və Step komandasının yeni hücumu, amma Yusif topun gol olmağına imkan vermir. Həsən istiqamətində Tamerlan topu ram edir. Zərbəsi Həsəndən, qapçı imkan vermir. Həsənin zərbəsi qapçı yerinədir. Nihat və 5-ci gol. Qaydan topa birbaşa gol vurur Nihat. Nəzərinizə çatdırım ki, oyunun 47-ci dəqiqəsidir və oyun sona yetir və hesab 11-5 Step komandasının xeyrinə bitir. Nəzərinizə çatdırım ki, bu oyun dostluq, yoldaşlıq oyunudur. Burada udan yoxdur. Sadəcə uşaqlara motivasiya və əyləncə xarakteri daşıyır. Sizinlə mən profesional oyunların həvəskar çəkilişçisi Şaməddin idi. Sağ olun, gələn görüşlərə dək.